Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Müəllif hədis gətirir ki, heç zaman heç kəs deməməlidir ki, mən tənbələm və yaxud mən bacarmaram, əlimdən gəlmir. Allah subhanahu teala insanların hamısını eyni yaradır. İstəyinlə, Allahdan istəməklə və əzimkarlıq göstərməklə bu istədiyinə axır əvvəl nail olur. Yalnız istəmək lazımdır Allahdan. Və ümidi üzməmək, hər bir sahədə hansı sahəni ürəyindən keçir, seçirsənsə, o sahədə istəyib axıra qədər, laf son nöqtəyə qədər çalışıb ora çatmaq lazımdır. Ayşə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qiyam-ı leyli heç zaman tərk etməzdi. Yorulanda da, xəstələnəndə də oturan yerdə qılardı. Amma qılardı. Az da olsa qılsan, o gecə vaxtı. O gecə vaxtı ki, durub 5-10 dəqiqə Allaha fikirləşirsən və ağlıva nələr gəlir, nələr dərk edirsən o zaman, nələr gözün qabağında canlanır. Onu bir dənə o gecə durub, ibadət edib, fikirləşən adam qədrini bilə bilər. Sözsüz ki, şirin yuxudan, şirin yataqdan, yumuşaq yataqdan qalxmaq çətindir. Ancaq kimlər ki, özünü o şirin yuxudan oyadır, yataqdan qaldırır, 5-10 dəqiqə Allahı yad etmək üçün. Onlar onun qədrini yaxşı bilir. İnsanın həm elmi artır. Yəni Allah Taala ona imkan verir, beyin daha yaxşı işləyir. Həm də dünya görüşü. Baxanda, hadisələri izləyəndə, onları daha yaxşı dərk eləməyə, başa düşməyə Allah kömək olur. Hər adam xəbərləri də qulaq asa bilər, qəzet də oxuya bilər, kitab da oxuya bilər, Quran da oxuya bilər. Amma onun o oxuduğu, baxdığı, başa düşməsi üçün, dərk etməsi üçün açar Allahın elindədir. Allah istəməsə, o heç vaxt başa düşməyəcək. Yalnız baxacaq təəccüblə ki, nə olan şeydir? Maşın qəzaya uğradı, içindən adam sağ çıxdı. Maşına qıraqdan baxırsan ki, buradan sağ çıxa bilməz heç kəs. Amma bu sağ çıxdı. Təsadüfdür. Fikirləşməyəcək ki, təsadüf olmur. Yalnız ya və yalnız Allah subhanahu teala'nın istəyi ilə hər şey idarə edən odur. Baxın, başqa hədis gətirir. Peyğəmbər s.ə.v baxmayaraq ki, Peyğəmbərdir. Amma Uhud döyüşündə artıq Rasulullah s.ə.v görür ki, onun üçün də təhlükə gəlir. Onu da öldürə bilərlər. Hələ Allahın əmanətini tam çatdırmayıb insanlara. Tam təbliğ edib qutarmayıb. Hələ İslam qabaqdadır. 8 il var. Uhud döyüşünü hicrətin 2-ci ilində baş verib. Və Rasulullah s.ə.v-i qoruyanlar, bu da dəlildir ki, indi qardaşlar bəziləri deyir ki, axrana götürmək olmaz, Allaha təvəkkül etmək lazımdır. Belə şeylər danışır. Amma o şəxslər ki, doğrudan da insanların nəzərindədir daima onların düşmənləri onlara qəsd etmək istəyir. Onların axranası olmağı labüddür. Peyğəmbər s.ə.v-in ətrafında sahabələr olur. Və müşriklər artıq o müsəlmanların cərgələrini dağıdıb Peyğəmbər s.ə.və tərəf gəldikdə bir-bir sahabələr özlərini atır onlarla döyüşə. Bir-bir şahid olurlar. Axıra qalır Sə'd ibn Əbi Vaqqas radiyallahu anh. Peyğəmbər s.ə.v hələ heç bir sahabəyə deməyib ki, atam anam sənə fəda olsun. Yalnız bu sahabəyə deyir. Deyir, atam anam sənə fəda olsun, at. Ən dəqiq ox atan olur. Hər bir oxu bir müşrikə deyir. Yəni, bir dənə də oxu boşa çıxmır. Bir müşrikləri bitir. Yəni, qoruyur Peyğəmbər s.ə.v-i. Buna baxmayaraq, onlardan hansısa bir fürsət tapıb Peyğəmbər s.ə.v-in dişlərini sındırır. Əlindəki o dəmirlə. Atır Rasulullah s.ə.v-i dişlərini sındırır, üzü də
yanağı partlayır, qan axır və sahabələrdən biri qaçır, bu qanı başlayır içməyə ki, ona bərəkət gəlsin. Və Allah bilir, bu ancaq Peyğəmbərə xas olub. Biz deyə bilmərik ki, indi bir-birimizin qanını içək ki, bərəkət gəlsin. Vampirlər kimi. Amma Peyğəmbər s.ə.v-in həqiqətən qanı bərəkətli olub. Dəstəmaz suyu bərəkətli olub. Bu demək deyil ki, Peyğəmbər s.ə.v-in yolu ilə gedən hansısa bir şeyxin bərəkəti var. Onun dəstəmaz suyundan içmək olar. Dəstəmaz aldıqdan sonra bölüşdürürlər, içirlər ki, bərəkət gəlsin və s. Dərsin sonunda yadıma salarsınız, bir qəribə şey danışacağım. Başqa yolla bərəkət istəyirlər. Bu lap pis. Danışacağım inşallah dərsdən sonra. Həmçinin Peyğəmbər s.ə.v-in tərindən və hamımızın tərindən pis iyi gəlir. Və hədislərdə də oxuyuruq ki, cənnətdə bizdən yediyimiz tərlə ifraz olacaq. Ayaq yoluna kiçik, böyük getməyəcək. Belə şey olmayacaq. Cənnət təmiz yerdir. Orada elə şey olmayacaq. İfraz edəcək tər vasitəsilə. O tərdən də gözəl ətir izi gələcək. Ancaq cənnətdə bizim üçün. Amma Peyğəmbər s.ə.v-in bu dünyada da tərindən gözəl ətir izi gəlirdi. Ənəs ibn Məlikin anası radiyallahu anhə Peyğəmbər s.ə.v bir dəfə yatdığı zaman gətirir onun alnının yanına bir qab qoyur. Tər damcıları o qabın içinə tökür. Rasulullah s.ə.v oyanır yuxudan. Deyir, bunu nə inirsən bunu? Deyir, ətirin içinə qatıram ki, daha da gözəlik gəlsin ətirdən. Bu ancaq Peyğəmbər s.ə.v üçün olur. Yəni düzdür, indi deməyimiz bunu hansısa kitabdan oxuyub, hədis kitabından, tarixdən. Bunu deməyimiz biraz insanlar üçün gülməli gəlir. İnandırıcı deyil. Və biz bununla çalışmırıq insanlara Peyğəmbər s.ə.v-in kim olduğunu göstərək. Tərlə Peyğəmbər s.ə.v-i tanıtdırmaq lazım deyil. Və yaxud dəstəmaz suyu ilə və yaxud nə ilə onun gətirdiyi Quranla tanıtdırmağımız və bir də o hədislər ki, oxuyuram, təsdiqini də görürsünüz bu həyatda. Bununla Peyğəmbər s.ə.v tanıtdırmaq kifayətdir. Lazım deyil bir tükünü haradasa saxlayasan illər boyu. Deyəsən bu onun tüküdür. Allah bilir, o deyil. Və s. Yaxşı ki, Rasulullah s.ə.v dişləri qalmayıb, nə bilim, sümüyü qalmayıb ki, onu saxlasınlar. Dişi sınır, gedir, qalmır. Sonra müəllif adlar barəsində danışır. Ad qoyanda da fikir verir. Bu nədir? Niyazqulu. Belə ad qoymaq olmaz. Nə bilim, kimin qulu, kimin nəyi. O vaxt Abdüşşəms, Abdülmuttalib, Abdül nə bilim nə. Cürəbəcür boş-boş adlar qoyurdular. Günəşin qulu, nə bilim, Müttəlibin qulu, nə bilim, kimin qulu. Cürəb Abdülhəsən. Cürəbəcür. Peyğəmbər s.ə.v də yavaş-yavaş onları başlayırdı dəyişdirməyə. Abdül filan şey olanların hamısını Abdullah edirdi. Abdullah, Abdurrahman. Deyir ki, ən gözəl adlar Allah üçün Abdullah, bir də Abdurrahmandır. Biri gəlir, adı olur Əbul-Həkəm. Hökm atası. Deyir, bu nə addır? Hökm ancaq Allaha məxsusdur. Odur hökm verən. Necə hökm atası? Adını qoyur Əbu Şüreyh. Deyir, bu gündən sonra sən Əbu Şüreyhsən. Həmsinin Peyğəmbər s.ə.v deyir ki, mənim adımı özünüzə qoya bilərsiniz. Əhməd, Məhəmməd, Mustafa və s. Muxtar və s. Amma kunyamı götürməyin. Əbul Qasim, Əbu İbrahim, Əbu Abdullah, belə şey götürməyin. Xüsusən də Əbu Abdullah bəlkə də demək olar başqa qəsdlə ki, kiminsə oğlunun adı doğrudan Abdullahdır. Amma Əbul Qasim, lap oğlunun adı Qasım da olsa, Əbul Qasim demək olmaz. Çünki Əbul Qasim xüsusiləşir ki, bu yalnız Peyğəmbər s.ə.v-dir. Bu nə məqsədlə deyib Peyğəmbər s.ə.v?
Allah bilir. Bir nəfər qadın gəlir Peyğəmbər s.ə.v-in yanına, deyir, sənin adın nədir? Qadın deyir, Asiyə. Asiyə yox, Firavunun arvadının adından yox, Asiyə. Asiyə mənası da asi olan deməkdir. Deyir, sənin adın Asiyə yox, Cəmilədir. Cəmilə, yəni gözəl. Cəmilə sözündəndir. Adını dəyişdirir. Bir kişi gəlir, onun da adı Asiyə olur. Dəyişdirir, deyir, sənin adın Muteydir. İtaət edən. Sonra əvvəlki hədislərdə danışmışdım sizə ki, Cəbrail əleyhissalam gəlir Xədicəni müjdələyir radiyallahu anhə. Salam verir Allah tərəfindən, Allahın salamını, bir də özünün salamını və sonra cənnətlə müjdələyir. Bu hədisdə isə Cəbrail əleyhissalam gəlib Ayşəni şəxsən özü salamlayır. Deyir ki, mənim salamımı və Allahın bərəkətini, rəhmətini və bərəkətini ona çatdır. Abdullah ibn Salamın oğlu olur. Peyğəmbər s.ə.v otuzdurur onu dizinin üstündə. Burada. Əlini başına çəkir, belə sığallayır. Deyir, sənin adın oldu Yusif. Yəni, bunlar hamısı onu göstərir ki, insana, yəni uşağa yaxşı adlar qoymaq lazımdır. Mənim yadımdadır ki, o vaxt nənəm danışırdı. Adları, bəziləri o vaxtlar necə qoyurdular. Gəldə Mollahın yanına açırdı Quranı. Nə çıxdı orada? Onu qoyurdu. Biri də gəlib açıb Rəhman surəsi Fəbiəyyə ələ-i Rabbikuma tukəzzibən. Ne qoydu adını Tükəzban. Tükəzban, elə biri yaxşı şeydir. Tükəzzibən, Allahın hansı neymətini yalan sayırsınız. Yalan sayırsınız deməkdir, Tükəzban. İndi gör bunun adına bax, Tükəzzibən. Bəzi qardaşlar deyir ki, hətta münafiq adları da olub. Münafiqə düşüb, kafirə düşüb. Yaxşı ki, Allaha düşmür. Qafil. Sonra bir nəfər gəlir Peyğəmbər s.ə.v-in yanına. Deyir ki, adın nədir? Deyir, Hüzün. Yox, sənin adın oldu Səhl. Asanlaşan. Yəni, həmişə asanlıq gələn. Rasulullah s.ə.v balaca uşaqlara qarşı çox rəhimli idi. Deyir, Abu Musa radiyallahu anhu uşağı olur, İbrahim qoyur onun adını. Peyğəmbər s.ə.v xurmanı götürüb əzir ağzında. Sonra verir uşağa. Deyir, Allah bərəkət versin. Görün, Əli radiyallahu anhuya necə kuniyə qoyur. Həmçinin Abu Hureyrəyə necə kuniyə qoyur. Səhl ibn Sa'd Əs-Sa'di radiyallahu anhu rəvayət edir ki, bir dəfə Əli radiyallahu anhu Fatimə ilə radiyallahu anhu isə söz-söhbət olur arasında. Evdən çıxır, qəzəblənir, çıxır evdən, gedir, divarın dibində uzanır yerə. Fikirləşir nəysə. Və külək yavaş-yavaş torpağı bunun qarnının üstünə gətirir. Qarnı toz olur, tamam yerdə. Peyğəmbər s.ə.v də gəlib keçir, görür ki, uzanıb yerə, qarnında bütün toz torpaqdır. Deyir, sənin adın qaldı Əbu Turab, torpaq atası. Sonra Əbu Hureyrə də radiyallahu anh bilirsiniz. O qədər pişi ilə, balaca pişi ilə oynayırdı. Əbu Hureyrə pişici atası deməkdir. Bu da dəlildir ki, pişiyi saxlamaq olar. Torpaq atası. Torpaq yaradırsız demir ki, torpaq atası deyir. Sallallahu aleyhi və səlləm.